Herkese salam. Nasılsınız, iyi misiniz? Arkadaşlar küçələr çox səs-küy olduğu üçün məcbur kuyumculuqda başlamalı olduq videoya. Deməli ilk pulumuzu bozdurduq, liraya çevirdik və artıq əlimizdə Türk lirası var. Azərbaycan manatından vedalaşdıq. Bunu xərcləyəndə demək korkmuyoruzdur arkadaşlar. Şöyle bunun geri dönüşü yoxdur. Bunu təzədən tanış olmaq istəyir. Evet. Göstər baxsınlar. Bayaq hərəsi bir dənə tutub baxır, belə deyirlər. Yoxlayırlar, kağız yoxsa dəmirdir. Əsnad bayaqdan pulu əl vur, bir də materialına baxın. İynədir. Gəl bura. Neynisən göstər görüm. İynəyir pulu. Pulumuzu bozdurduq. Artıq İstanbul küçələrində gəzməyə başlıyoruz. Haydi getdik. Uşaqlar hal-hazırda İstanbul küçələrindəyik. Deməli, bugün planımız İstanbul sokak lezzetlerini deneməkdir. Çünki türklər gəlirlər bizim ölkədə küçədə yeməklərin dadına baxıb puanlayırlar. Biz niyə eləməyək ki? Ona görə gedirik puanlamağa. Amma yolumuz uzundur. Avtobusa minəcəyik, metroya minəcəyik, vapura minəcəyik. Təzədən avtobusa, metroya, vapura yəni. Allah hamımıza səbir versin. Sizi də özümlə gətirmişəm gəzdirməyə. Getdik. Uşaqlar, indi gəlmişik avtobus kartımızı doldurmağa. Maşın kiralamağa vaxt tapa bilmədik. Ona görə bugün nəqliyyat vasitələrindən istifadə eləyəcəyik. Rabiyə, necəsən? İyi. Həyecanlısan? Çox. Bəyənirsən hələ ki gəzintivi? Yox, qorxdum, uşağı maşın vurur, dirəyən partladı. Necə pozitiv vibe verir, dəhşət. Məryəm, sən bəyənirsən gəzintivi, mutlusan? Evet. Əsi sən? Evet. Evet, deməli burada bizdəki kimi Bakı kart var, İstanbul kart. Onu doldurmağa gəlmişik, ondan sonra başlayırıq gedəcəyimiz yerə çatmağa. Getdik. Uşaqlar, mən 7 ildən sonra ilk dəfə avtobusa mindim. Bunlar da heç minməyiblər də demək olar ki. Minmisən? Minmişəm. Mən dədə ilə minmişəm, amma bir sən necə olub sürüşürdüm Sideniyadan belə. Çox uzun müddətdən sonra avtobusa mindim. Ən rahat otobüs ola bilər. Şeydir, bu arada indi sizə yolu göstərəcəm. Qoy bir dənə tam lazım istədiyim küçəyə çıxaq. Rabiyə də oradadır, bir saniyə göstərim sizə. Rabiyə də buradadır. Öz-özünə danışır. Kim? Səncən, bu burada birinə lağ eləyib bizi döydürməsə yaxşı olar, Allah'ın olsun. Gedirik. Uşaqlar, avtobusdan düşdük, indi metroya gedirik. Türkiyənin görək metrosu necədir? Küçük Bakkal Köy istasyonu. İkinci devin. Metroya. Məryəm cəmi bir dəfə metroya minib Bakıda. Bu ikinci minməkdir. Keçdik metrodan. Balcı qapıyla keçirdi, yəni dərsən. Əsnadı pulsuz keçirdilər. Əsnad görünmüyordu. Əsnad pulsuz ki beni 2 dəfə keçirdi. Çox közüydü. Getdik. Uşaqlar, bir dənə də düşürük aşağı. Biz həqiqətən yerin 4 mərtəbə aşağısına düşürük. Fərqindəsiz? Aslında biz bu suyun içi diblərindeyiz yani bu gömülmüşüz. Evet. Mezarlık bu kadar. Aşkım sən Allah normal danış. Vallahi başa düşmürəm nə demək istəyirsən. Arkadaşlar yani diyorum ki bu Heç nə başım buraxın. Düşdüm deyir ki, demək istəyir ki, qəbir qədər aşağı düşürük demək istəyir. qəbirdən aşağıda nə qəbir? Qəbirlər am qalıb üstümüzə. Həqiqətən. Bir anda düşürük. Mezarlık. Ben söyledim mi? Şaka da mı yaptım mı değil mi? O hakikat olacak. Həqiqətən dedi 3-dən 4-dən düşəcəyik aşağı. 3-4 mərtəbədə düşürük hələ ki Şaka aşağı. yaptığımı sandılar, inanmadılar arkadaşlar. Dediğim öyle dedi, o öyle de olmuştu yani. İnşallah axırıncı olar. Evet arkadaşlar Türkiye'de esnafta çok büyük jest yaptılar. Şəhriyarı midye yeməyə aparıram. Uşaqlar hazırsınız? İstəyirəm. Hamımız dadına baxacağıq midyenin. Mitye yok, midye. Midye deyirəm də. Aşağıdan mitye yeme yapalım. Midye demədim, midye dedim. Aa, Amma o xoş mənim. Əsl mən midyə saldım, mən yemək istəyirəm. getdik. Aslında bir dakika. Aa, Atı bir dəqiqə. bu da bizdəkindən fərqlidir burada metro. Burada vardı.
Şüşə qapılar var, baxın. İntiharlar olmasın, kimse kendini buraya atmasın. Kimse Ya da yıkılmasın. qəzalar olmasın. Olmasın, deyə. evet. Kapılar böyle. Belə qapılar qoyublar. Esnaf atılacak, esnaf hiç şimdi düşmedi, esnaf şimdi gidecektir yani. Dedim ki arkadaşlar, kuru sərhədlər açılsaydı ya, arabayla giderdik yani. Dedim ki kuru sərhədlər açılsaydı maşınla giderdik. Ha, dediler ki lazımdır. Yani maşın benzin dediler. Aman tamamım, benzinine kadar para vereceksen. Sen məktəbə göndərməliyəm mən. Böyük danışanda kiçik danışmamalıdır. Evet, dediler ki yol gedəcək, maşın, benzin gedəcək, gəlib deyil çatacaq Türkiyədə. Benzin orada vahşi baxadı, lap çox. Ora belə, bura belə. İndi gəlmişik, burada bizə araba lazımdır. Çünki buradan o yana getmək üçün, o yandan bu yana getmək üçün arkadaşlar, nə yalan deyim, 50 manat, 40 manat rahat veriyorsunuz yani. Deməli Burada para 2 yeməyə dəfə gitmiyor, yeməyə gitmiyor. Yürüdün mü, ayakını yere koydun mu? Böyle her basamakın TL yapıyor. Amma bir şey deyim. Mən maşınla bura gəlsəm, maşınla bura gələnə qədər ürəyim partlayıb ölərəm. uşaqlar nəyə görə düz deyir? Baxın, bir dənə o şey var, dəniz yeri var, vapurlar gedir. Kinolarda da görürsüz İstanbul Karşıya boğazı. keçmək üçün. Bir dənə hələ qarşıya keçmək üçün, yox, qarşıya çatmaq üçün bir dənə avtobus 2 dəfə də metroya minməlisiniz də. Yəni çox uzaqdır. Bir bilet 1 manat. Bir biletdə 1 manatdır. 2 manatdır, aşkım, nə 1 manat? Həqiqi. 25 TL neçə manat eləyir? TL neçədir? 10 TL. 100 TL 4 manatdır. Hə, 1 manat eləyir, düzdür. Evet, gəlir metromuz uşaqlar. Oh my god. Şükürlər olsun. Gəlir. Metro gedəlim. Səsi gəlir, özü Mikrofon yoxdur. yandırıbsan? Yox, indi yandırıram. Mikrofonu qoyuram. Dayanmadan mədəm sancırı acamışı. Yəni ata-anamı qatır ki, midə yəni mit yeməlidir. Bu 5-ci gündür. Nə qədər oruç tutsan, o qədər sənin savablı günahlar. Mən səyahətdəyim hal-hazırda, səfərdə sayılıram Evet. dini inanclarımıza görə. Şö, davay minirik qapılar açılan kimi. Əsnaddan ehtiyatlı olun, yıxılmasın, aradan düşər birdən. Baxın, uşaqlar, 2 dənə qapı açılır burada, gördünüz. Harda oturaq aşkım? Yer yoxdur burada. Qaldım ayaq üstə. Şö, metro hərəkətə keçir, yer dəyişmə eləyirlər hal-hazırda. Aha, getdik. Getdik uşaqlar. Düşək, davam eləyəcəm çəkməyə. Evet. Uşaqlar, buna baxın, görün. Təpəlirəm də. Yo, həqiqi deyil, maketdir də aşkım, şəkil çəkdirmək üçün. Görün burada nə qoyublar? Tren qoyublar, köhnə qatarlardan qoyublar. Burada da Atatürk'ün heykəlini qoyublar. Baxın, amma çox real görsənir. Uşaqlara baxın. Aa, çox maraqlıdır. Metroda belə bir şeyin qoyulmağı məncə çox maraqlı bir şeydir. Mən də çək də, mən də qalxım. Dayan. Ah. Atatürk'ün yanına getmək olmur. Hə. Köhnənin elə bil trenlərinə minmişik. Sağ ol, biz getdik. Bay bay. Uşaqlar, metrodan çıxan kimi görün hara çıxdıq. O kinolarda hamımızın gördüyü. Vapura baxın. Buranın suyunun təmizliyinə baxın. Uşaqlar, görün necə təmizdir su. Balıqlara kimi görsənir içində. Oha, çox gözəldir. Evet arkadaşlar, martılar var burada. Martılar, evet, martılar. Evet, martı arkadaşlar. Aa, aşkım çok yakındadır. Çörək götürdü. İndi vapura minəndə biz də şey eləyərik, bunları yedizdirərik. Vapura minəcəyik. Hə, indi vapura minəcəyik. Deyək, gəmi var ya orada ona. Balıqlar da deyək. Hə, balaca balıqlar suyun içində. Vapura baxın uşaqlar, bu vapurdur. Gəmi də axı. Gəmin, burada vapur deyirlər də gəmiyə aşkım. Oyda, çox qəşəngdir. Hadi çevrimçiler gel. Nə baxın. Axtarır, çörək axtarır. Çox gözəldir. Minək vapura. Keçək qarşıya. Bakalım gezelim sonra. Aa, onda gedək gəzək. Gəlin, Buradan böyle gezelim. gedək.
Uşaqlar buna baxın, üstümüzə gəmi gəlir. Vapur üstümüzə gəlir. Nə boyda deyə bilmirəm kamerada görsənir yoxsa yox. Buranın suyu çox xoşuma gəldi. Baxın vapura, görün nə gözəldir. İndi biz də baxın bu vapurlardan birinə minəcəyik. Gəlməyinə amma hələ yarım saat var. Yoldadır, yəni gəlir. Hə də gəldi burada saxlamağa. Oha uşaqlar çox dev görünür. Bilmirəm siz görə bilirsiniz yoxsa yox. Uşaqlar görün necə yaxındır. Düz dibimizdə saxladı. Əsnad qorxursan Əsnad? Ya. Qorxmursan? Mən heyecanlandım amma buna baxanda. Saxladı hə. Yo bu Beşiktaş vapurudur da biz minə bilmirik buna. Çox qəşəngdir, heyecanlandım. Ən son 3 il bundan qabaq minmişəm vapura. Gedək. Getdik gəmiyə minməyə. Uşaqlar, burada prosta hava çox küləklidir. Yəni video boyu sizcə bizə estetik vəziyyətdə görməyəcəksiniz. Saç baş dağınıq görəcəksiniz. Təəssüf ki, küləyin vaxtına düşdük. Uşaqlar, deməli uşaqlar Bulkanın simidin dadına baxmaq istədilər. Evet. Ona Mən görə vulkan dadına baxıram çünki səhər yedim mən. Mən simit yemədim səhər, onun üçün indi baxıram. türklərin simidini çox tərifləyirlər. Heyecanlıyam. Türklərin simidini Mən xoşlamıram. mən xoşlayıram, çox dadlı olur. Mən hər şeyi sevirəm, hər şeyi bəyənirəm. Məndə niyəsə hər şey okdur. Əsas odur yenilik olsun. Deməli, onlar poğaçadır, bulku deyil. Poğaça necə başa salım sənə? Bizdə də var poğaça əslində, adını bilmirəm prosta. İndi simitlə poğaçalarımızı... Bu arada gəmidə martıları da yedizdirə bilirik simit. Deməli, simitləri poğaçalara aldırdılar. Puanla bakalım. İndi də sadə bulkada. Hə. Məncə 10 üzərinə 8. 10 üzərinə 8 məndə. Mən biraz simit biraz bərk idi. Bu da. O da bərkdir. Amma Azərbaycanda yumuşaq yapıyor. Rabia'nın bulkası yumuşaqdır. Amma simit biraz bərk idi. Simiti, mən öz simitimi martılara verəcəm gəmidə. Əsli sən bəyəndin bulkavı? 10 üzərinə 10. Əsnad bəyəndi. Çünki oradakı bulkadandır. Nuş olsun. Bir 8. Sən verdin də puanını bayaq. İndi mən simitimi, Şako, mən simitimi martılara verəcəm. Gör necə martıları yığıram orada başıma. Aynen araban olmasaydı öyle de gelirdin. Danış da. Simiti çiğneyemiyorum, çenem bağlıyor. Biraz bərkdir, hə. Məryəm simitdən qopart ver. Uşaqlar, vapurun pulunu ödədik. Gəldi indi burada vapurumuzu gözləyirik. Ora baxın, çaykaya baxın, martıya. Buna baxın, indi ona yemək verib bura çəkməyə çalışacağım. Bir parça ver. Bizi görürsən cərmələməzlər bura bulka. Baxın, baxın. Ay martı, bu tərəfə bax. Çiu. Bura bax da, bura atırıq. Rabi biraz uzağa at. Ver bir dənə də parça. Çok ayak altına Aha, gəlir, dayan, gəlir, Şako, gəlir, bura gəlir. Buranın martıları nə boydadır? Qorxur bizdən. Yok belki de yemirmeyecek. Ayak altında kalmasın. Bizdən qorxur, yoxsa... Yok suya atanda o çöreler yumuşar. Yanaşı gedir Şako. Şako bu nə yeriməydi? Ördək kimi lapqalarına baxın, lapqalarına, ördək lapqalarına oxşayır. Bir dənə uç bilən qanatlarına baxaq. Şako bunların adamı dimdikləmək, gözünü çıxartmaq ehtimalı var. Ne olabilir o heyvan? Uç da bir dənə baxaq sənə. Sağ ol. Baxa bilmədik ki, mən super tutdum kameranı, baxa bilmədik. Uşaqlar, vapurumuz gəldi, baxın, bu vapura minəcəyik biz. Arxasını çöndərdi, drift elədi, yaxınlaşır indi sahilə. İndi buna minəcəyik. Ən üst mərtəbəyə minmək üçün əlavə pul ödəmirsən də, düzdür? Burada fərqlidir. Buna baxın. Gəldi vapurumuz. Ayda, çox heyecanlıyam. Çünki həm Qız Kulesini görəcəyik hindi, həm şeyi görəcəyik, onun adı nədir? Boğaz Köprüsünü görəcəyik. Yəni çox maraqlı bir görüntü var. Heyecanlıyam. Mən də heyecanlıyam.
Oradan da gedirik yemək yeməyə. Çünki bu yolu gələnə qədər enerjim bitdi. Yemək olaraq nə yeyəcəyik? Orada qərar verərik. Sürpriz. Görək nələr var orada maraqlı. Evet uşaqlar mindik vapura. Amma birinci mərtəbəsində qalmayacağıq vapurun. Gəlin birinci mərtəbəni gəlin gəzək. Deməli vapurun içi belədir baxın. İçində baxın belə oturacaqlar var. Görürsüz orada insanlar oturub. Bura açılmır. Bu qapıdan buradan çıxırıq çölə. Baxın oturacaqlar var içində çoxlu. Mən bilirəm buradan çıxmağa icazə var çölə. Burada skameykalar olmalıdır oturmağa. Evet çıxdıq uşaqlar. Çıxdıq çölə. Suya baxın bir dənə. Görün necə rəngi gözəldir suyun. Baxın belə skameykalardır. Vapurun kənarları boyunca skameykalarda otura bilərsiniz. İndi yuxarı mərtəbələrdə gəzdirəcəm sizə. Bu videoda bizdən çox siz Türkiyəni gəzəcəksiniz. Hazır olun. Şehriyar, böyük balıqlar vardı. Həqiqətən suyun içində mən indi sizə göstərə bilmirəm. Çörək atın gələcəklər. Atın çörək indi yığışacaqlar. Uşaqlar, Məryəm yığdı yenə bütün balıqları ayağımızın altına. Məryəm yenə yığdı bütün balıqları ayağımızın altına. Sağ olsun. Ay Allah, nə boydadılar özdə. Necə şəffafdır su. Gedirik birazdan. Uşaqlar, vapurumuz hərəkətə keçdi. Keçirik qarşı tərəfə, Beşiktaş tərəfə, düzdür? Baxın, uşaqlar, uzaqlaşdıq sahildən. Baxın, bayaq oradaydıq, getdik. Uşaqlar, vapur xoşunuza gəldi. Mən çox xoşum gəldi. Həm də burada balıqlara yemək verəcəm. Yemək olur, hə? Çox qəşəngdir. Qalxa yuxarılar. Düşəcəyik o tərəfdə. Hə, indi orada gedib düşəcəyik. Gedək yuxarında turlayaq. Bu arada bir şey deyim, gəmi çox sürətlə gedir, ha. Fikir versən. Uçuyoruz arkadaşlar, uçuyoruz. Ayda, bura baxın. Görün nə gözəl. Gedək vapurun o biri yerlərin gəzək. Deməli indi qalxırıq vapurun ikinci mərtəbəsinə. Koş Əsnat, koş. Hə. Burada da qız qalası var. Hə, burada da qız qalası var, amma buradakı lap dənizin ortasındadır. Buradakı yalandan yox, həqiqi. Buradakı aşkım yəni tikiblərsə, qız kulesi qoyublarsa adını həqiqidir də deməli. Baxın. Elə bildim orada atıbdı. Bura vapurun ikinci mərtəbəsidir uşaqlar. Bunun bir dənə də üst mərtəbəsi olmalıdır. Deha çöldən çıxırlar. Getdik. Gedək ən üst mərtəbəyə məncə. Bütün mənzərələri oradan görə bilirik. Ay Allah, qapını açamıram. Baxın, buradan qalxırıq vapurun üçüncü mərtəbəsinə. Burada da yemək verək. Gedək burada da yemək verək martılara. Martılar simiti bəyənmədilər, qardaş. Bura baxın uşaqlar. Burada qəşəngdir. Üçüncü mərtəbəsi vapurun. Sən balıqlara yemək verin. Nə qəşəngdir. Manzaraya, oy bağışda, manzaraya gəl arkadaşlar. Babuş bağa atıram. Martılar. Martılar. Ama bir şey diyeyim, güçlü külək var burada. Hayır. Nereye gelmişiz aman tamam. İstanbul'a gelmişiz bu sefer şehriye. Evet. Aman tamam nereye Çok gelmişiz. Hündürlüyünə baxın. Hem çok. Burada bir dənə də qat çıxdı. Yo öyle eyni kattayıq, üçüncü kattayıq. Babuş üzümə su səpdir. Uşaqlar, üzümüzə su səpilir, düz deyir. Hem çok hündürdəyik, hem de gəmi çox sürətlə gedir. Biz özümüzə atsa bu suya üzüm alır da burada. Yo aşkım, bura çox dərindir. Bura Məryəm yenə balıqları tıxızdırışın. Balıqları yox, martıları bu səfər. Hə. Bu səfər martı. Getdik. Qız kulesi görəsən hansı tərəfdə deyə. Çox qəşəngdir. İndi gedirik dadlı yeməklər. Mən menyuda birinci midyəni nəzərdə tutmuşam. Sonra Orada adalar var. harda? Hə, orada adalar var. Gedəcəyik adalara. Ya sabah ya bir gün adalara gedəcəyik. Evet. Şehriyar, Tokurdan mı söylüyorsun? Tokurdan söylüyorum. Keçək o biri tərəfə. Tez buraya gel. Allah'ın da olsun tez buraya gel. Vallahi gel. Baba. Buna bak. Kız kulesi aşkım. Aşkım kız kulesine bak. Bu
Boğaz Köprüsüne bax, gör nə gözəldir. Çox gözəldir. Oha, uşaqlar. Burada ayrıca gəlmək olur ha bu arada. Baxın Boğaz Köprüsüne. Bakın orada o kinolardaki Boğaz Köprüsü. Çok qəşəngdir aşkım. Çok güzeldi. Bravo. Hə, Nasıl gidiyor? iyi gidiyor. Gör baxıram, ora girəcəyik boğazın altına. Kimin altına? Girməyəcəyik boğaz. Boğazın altına. Mən birinci boğaz eşidəndə bildim o həqiqətən boğaz deyil. Sonra bildim ki. Cum. Nasıl? Beni şok ediyorsun. Beni şok ediyorsun ya. Gözlərim. Aa, o bax, sarı. Onu bilmirəm o sarı nədir. Ayaklar. Dəhşət çox. Ay, bir şey dəydi alnıma aşkım. Allah'ın olsun bir şey de Allah'ın olsun. Alnına kuş bırak. Yalan deme. Boşun ortası. Sudur su. Çok qəşəngdir. Boğaz Köprüsüne bax bir dənə. Aa, Martıya başımın üstünde. Aa! Aşkım çok güzel. Soygun mu? Hə, külək vurur. Evet. Dəhşət. Amma o biri tərəf günəşdir, bura soyuqdur. Necə olur o? Sen de mi soygun? Mən video çəkmək istəyirəm, çəkək. Şortus. Çekelim lan. Dayı bağla çəkək, bununla çəkək. Evet arkadaşlar, sülaleni getirmişimdir. İstanbul küçelerinde az susuz gezdiriyorumdur. İndi yeməyə gedir, sadəcə bu yeməyə gedirsin. Hiçbir şey yemeyeceksiniz çünkü biz diyetteyizdik. Hə, şaka. Türkiyəyə gəlib yemək yeməmək. Aman tanrım, ne güzel. Yeməyə gedirik aşkım. Sən oradan buraya gəlməklə buna görə gətirdim ki, aparasan bizi yeməyə. Evet arkadaşlar, yemek Bir yiyoruz, oturup. samolyota biniyoruz, dönüyoruz. Bir var oturup bir dənə restoranda normal yeyib durasan, bir də var bütün küçənin yeməklərinin dadına baxasan. Gəl. Aman tanrım, ne diyor? Uzatmaq istəyirəm, hə? Kameranı niyə verirsən? Teşekkür ederim. Evet arkadaşlar, sürünüyorlar. Şey de deyirəm bəlkə gedək YouTube kanalımızı kserikopi elətdirək, İstanbulun bütün küçələrinə bastıraq. Həqiqə, Vallahi. hamı götürəcək, əllərini silib atacaqlar. Yox, divarlara yapışdıraq. Ha, sen YouTube Ofelia Aliyeva kanalı bizi izləməyi unutmayın. Öyle mi? Evet, yazıb yapışdıraq divarlara. Hə? Yazalım ola. Tamam. Kserikopiya yeri tapaq. Evet, bütün işi gücümüzü atalım, yapalım bunu. Aşkım bir şəkildə buranın keşfetine düşmək lazımdır, yoxsa yox. Sen İstanbul'dasın, onsuz şimdi zaten hele keşfettesin. Şimdi İstanbul'da bizi izleyen çok insan var. İstanbul'da çok Azerbaycanlı Yaxşı. soydaşlarımız bizi izliyor. Apar onda bizi yeməyə. İstanbul'u görüyorsun ama İstanbul seni görmüyor. Çok küçüksün, böyle yerde. Evet, kamerada o kadar özüne eğiyor ki əsas. Evet arkadaşlar, çok küçüküm. Yemek yemiyorum, et yemiyorum. Ancak katoşkopovla salam duruyorum. Sağlıklı yiyecekler yiyor arkadaşlar. Evet. Bir dəqiqə başım gicərlənir. Mən acam. Belə. Acam. Neden başın gizleniyor? Yazıqlar, bax. Acam. Yazıqlar orada. Acam. Acam. İstanbul'dan beni bu ac koyur. İstanbul'dan beni bu ac koyur. İstanbul'dan beni bu ac koyur. Apar da bizi yeməyə. Ben burada el bir adamla biri için İstanbul'da yemeği yemişim. Aparın. Beşiktaş çarşıya necə gedirik? Evet uşaqlar. Mən sizə nə dedim? Şəhriyar əminizi gəlib Türkiyədə rasxoda salacağıq. Dedim, demədim. İndi biz gəlmişik yeməyə, ən bildiniz hara? Hara? McDonald's. Evet arkadaşlar. Türkiyə McDonald's görürsən necədir, onu denəyəcəyəm. Evet. İlk deneyeceğimiz yemekler Türkiye'nin McDonald's'ından olacak. Bakalım Türkiye'de McDonald's'ın tadı Bakı'daki gibi güzel mi? Sonra burada bilirsiniz neler var? Midye var, kokoreç var. Sonra Kokoreç nə deyil? Kokoreç bilmirəm amma içalatdan düzəldən döner. Kokoreci için şey yok, koyun. Qoyun var içində. Qoyunun əti olar, özü olmuş. Belinin dərisindən. Evet, belinin dərsinə və məni çox istəyən o kokoreçi yeyəcək. Yeməzsən mənə görə kokoreç. Mən yerim.
Yeyərsən? Yeyərəm sən cür, amma heç ürəyimdən keçmir. Evet. Şəhriyar əmin nastreniyası yoxdur o McDonald's-a gətirdiyimizə görə. Bunların da leşi çıxıb arkadaşlar. Aralarında bir tək enerjik olan mənəm, yəni biləsin. Mən olmasam siz videoya belə baxarsınız bax. Bu videoya baxarsınız şöyle. Şöyle. Nəysə. McDonald's-dan başlayırıq, keçirik küçəyə. Küçədə bir dənə qəşəng yerlər var. Ya Allah. Bəlayı mən aşırtdım. Evet, bugünün 7 bəlası Rabia'dır. Məryəm, mən mikrofon nədirsə onu 2 dəqiqədən bir salsan yerə. Mən mikrofonla danışıram ki, yaxşı səsim gəlsin. Mən başlayıram mikrofonla danışmağa, daldan belə eləyirik. Yox, mən söz danışmaq istəyirəm, qoymur danışım. Bax, xala mikrofonu qoy yerə. Nə deyək? Mən də danışa bilmərəm. Nəysə, gəldi yeməklər. Mən sənə dedim, mən sən İstanbulda Rasxoda salmasam Ofeliya deyil mənim adım. Hara gətirdim səni? McDonald's. Ağıllı ol. Gəl otur. Gelişine ağlayacaksın ya. Bu gedişlə ağlayacağım. Ya ağlayacaksın. 650 TL tutmuş. 650. Hə, gəlin baxaq nə sifariş vermişik. Deməli, sifarişimiz 650 TL tutub. Aşkım deyəydim endirim eləyin. Evet, dediler ala gözlerinizden öperiz. Tanımırlar. Aşkım bizi tanısalar da McDonald's-a endirim eləmir. McDonald's-ın stabil qiyməti var. Zarafat eləyirdim. Necə tut? Deməli nə zakaz eləmişəm sayıram qulaq assın. Sənlə özümə Rabiə şey zakaz eləmişəm menyu. Kova menyusu. Vedrədən yemək yeyəcəyik. İnanmır mənə. Yalandan. Allah'ın da olsun bax kova yazılıb burada vedrə. Bax. Allah'ın da olsun vedrədə yemək zakaz eləmişəm inanmır. 2 tavuk festivali kova. Hə, kova nə deməkdir? Soruş. Vedrə. Gördün? Vedrə deməkdir. Axı burada nəsə bir şey yazıb olmayız. Bu niyə mələdi qaldığı yerdə? Sen niye böyle kışkırıyorsun? Her şey hepsi bize bakıyor. Öyrəşsinlər də aşkım. Buradan da mı kovulalım? Yox, buradan qovulmarıq. Ay ata, mənlə babamın bığı çıxıb oğlana dönüşəcək. O da yazır ki menios. Ya sözü lan buraya dönüşüm. Yorgunlukta. Əslində hələ çox yorulub. Hamı yorulub, bir dənə mən enerjikəm, bax. Şimdi soruşun ki neyini bu ne? Vapura miniblər, avtobusa miniblər, metroya miniblər. Sabah sizi bugünkü videoda ürəyim istəyən kimi əylənsə, sabah sizi söz verdim, izləyicilərə demirəm, sürpriz yerə aparacağım. Evet arkadaşlar, yeməklərimiz gəldi. Bu sizin. Evet, deməli bir dəqiqə bölməliyəm mən bunu kiminki. Hamısı eynidir burgerlər. Məryəm özünə kartoşka sifariş verib, Əsnad özünə nugget sifariş verib, bunu da sənin üçün zakaz eləmişəm. Nuş elə. Hə. Bu niyə uzun softur bizdə dairədə? Bilmirəm, buradakı burgerlər uzun sovdur. Arkadaşlar, buranın burgerləri uzun sovdur. Göstər. Aa. Bizdə dairədir ya. Qoy bir dənə buranın nuggetlərinin dadına baxım. Bir dəqiqə. Necədir? Mən deyim. Yaxşıdır. Burger necədir? Boğazında kalsın. Bizimkine oxşuyur. Nuggets 10 üzərindən 7. Burger 10 üzərindən 8. Hər şey 8. hər şeyə 8. Kolasının dadına baxın. Baxın. Bax. Sayı puanım 10 üzərindən 9. Burada bir puanı niyə qırdın? Çünki düzdür mən. Bilmir, özü də bilmir. Uşaqlar, indi mən səmimi fikir bildirəcəm bir saniyə. Uşaqlar, Türkiyənin McDonald's-ını puanlayırıq. Ya Allah, bismillah, başladım. Deməli, burgerinin vidi bizim burgerinin vidi oxşamasa da dadı yaxşıdır. 10 üzərindən 9 verirəm. Amma nuggetsləri biraz qurudur. Hə, pis yazırsan da. Hə, kartoşkalarına da baxım. Kartoş tatlı. Kolaya da baxım. Baxın deyir mısın yeri? Ümumi qiymət verib gedirəm ha, biləsiz. Nə?
Ümumi Türkiyənin McDonald's-una verdiyim qiymət 10 üzərindən 7-dir. 10 üzərindən 7. Yəni burgeri daha çox bəyəndim digərlərindən. Şu McDonald's-ın siftəsini elədik uşaqlar. Şu an biz Beşiktaş çarşıdayıq. Burada normalda yemədiyimiz, dadına baxmadığımız şeylərin dadına baxmaq istəyirəm. Burada misal üçün qızarmış qarğıdalı zat satırlar. Onların dadını bilirik. Gəlin dadına baxmadığımız şeylərin dadına baxaq. Necə fikirdir? Deməli, burada bir dənə lokma ilə hər şey gözəl yeri var. Baxın, belə lokmalar var. Uşaqlar. Baxın, gəlin bunun dadına baxaq. Hərəyə bir dənə düşəcək şəkildə baxaq dadına. Çox, çünki sən istəmirsən? Mən də istəmirəm. Bu şirniyyat növüdür də elə bil ki, biz yeyirik ya. Bir də yediz kosta yazdı. Mən baxıram dadına, mənim üçün dinə. Mən də istəyirəm. Baxın uşaqlar. 4, 6, 8. Nasıl yapalım? 4 dənə Pireşki gəlir. pirajki gəlir, yağda qızardılar ona görə. Aa, gör necə düşür. Aa, uşaqlar, buna baxın. Gördünüz necə düşdü oradan xəmir. İndi bunlar qızaracaq, bizə servis eləyəcəklər. Görək lokmanın dadı necədir. Hər şeydən biraz yeyəcəyik ki, tez doymayaq. Orada dondurma var. Dondurmanın dadını bilirik. Burada da lokmanın üzərinə tökmək üçün, nə bilim, şokolad, tünd şokolad, nə bilim, belə şokolad, banan, çərəzlər falan var. Bunu puanlayırıq, keçirik kokoreçə. Məryəm gilə zorla kokoreç yedizdirəcəm. Üstünə şokoladlar tökdülər. Görürsüz, bu bizim deyil amma məncə. Yok, 4 tane. Görürsüz, özləri də çəkiliş eləyirlər. İndi üstünə başqa belə dekorlar tökəcəklər. Yeyəcəksən? Ha. Bayaq yemirdin. Mən yeyirəm. Daha iyi qəşəng gəlir. Sən də yeyirsən? Hə. Bə yemirdiniz. Ata 4 dənə zakaz elədi. 4 dənə yiydim. Mən də yeyirəm. Aa, bunlar bayaqdan heç biri yemirdilər şeylər. Bizə 4 dənə zakaz elətdirdilər, yeyəsi oldular. Gəldi bizim lokma. Bunu çöplə yeyirlər. Abi 200 lira. Bir tane de fazla koyduk ikramlık olsun. Bir dənə də artıq qoydular. Qaynar da görəsən. Qorxuram. Belə çöplə götürürsən. Ve yemiyordu. Bə yemirdiniz. Əsad sınıyır. Bir şey deyim, waffle dadı verir. Valla. Sən də bax dadına. Sən də bax dadına. Bax gör necədir. Necədir? Dadlıdır məncə. 10 üzərindən. Onun üzərindən 10. Mən bunu 10. Necədir dadı? 10 üzərindən 10. Məncə də. Əsi, dadı necədir Əsi? 10 üzərindən 10. Hamı bəyəndi. Lokma bizdən tam puan aldı uşaqlar. Hamı bəyəndi. Gedirik indi görək başqa nə tapırıq maraqlı. Uşaqlar, lokmacı da bizim YouTube hesabını soruşdular. Yavaş-yavaş Türkiyəyə yayılırıq. Bir nəfər. Buradan başta sonra başlayacağız. İlk neferlerin biziz. Evet. Türkiyədən bir dənə özümüzə abunə götürdük. Təşəkkür elə də mən eləyim. Teşekkür ederim. So, deməli, bir dənə Türkiyədən abunəmiz oldu. Yerli Türkiyəni, Azərbaycanlı yox. Belə davam eləsək 80 milyonu 80 ildə bitirərik. Nə deyirsən Şako? 80 ildə bitirərik. Gedək, gəlin, gedək. Ayo, bunlar yesinlər. Mən dadına baxdım, qaldım qırağa. Ağladı. Hə, mən də bəyəndim. Deməli, uşaqlar Beşiktaş çarşısına doğru qalxırıq. Daha doğrusu özündəyik. İndi qalxırıq, burada baxaq görək. Enerjik yığdım birazcık. Yemək yedi. Yox, polna. Polna. Birazcık da yox, polnu. Yarısı rusca, yarısı türkçə danışır. Gedək baxaq görək nələr tapırıq indi burada. Yolda yeməyə. Çarşıda geziyoruz arkadaşlar. Evet. Deməli burada uşaqlar, deməli burada süt mısır verirlər. Görün yanında nə qədər sosla verirlər. Buna baxın, istədiyinizi seçib yeyə bilirsiniz. Bir tane bundan yok ya. Yoxlayaq, mən bilirəm onun dadını məncə. Mən də bilirəm.
Məncə gəl Elə gedək. onu da bəyəşi də bilirdiniz. Yo, onu bilmirdim. Quran and olsun lokma yeməmişdim heç bu günə kimi. Gedək, yuxarıda maraqlı şeylər var. Uşaqlar, küçəyə baxın. Sağ, sol, hər yer kafe mağazindir də, yəni hər yer. Lokanta, tostçu, kavurmacı, kokoretçi, yəni nə axtarsanız var. Marketdə bir də səs-küy çoxdur burada. Adam çoxdur. Buranın Bakıdan, Azərbaycandan fərqi bilirsiniz nədir? Adam çoxdur burada. Dəhşət çox insan var. Hər yer kalabalıq, hər yerdə biriləri danışır. Öyrəşməmişik biz. Evet. Oh my god. Səhərdən danışmadı. Yenə başladı. Oh my god. Deməli, hani o kinolarda kokoreç görürsə, gedib nyam-nyam eləyib yeyirlər. Baxın, həmin kokoreç. Nədən düzəlirdi bu? Bildim neyle yapılıyor, neden? Quzu bağırsağı. Yox, gedək. Bulgur. Bulgur. Ha o Hə, ay. şey kimi də. Bağırsağın içinə bulgur qoyur. o şey- Qızardır, verir. Bildim o var diye yirdi ya. Midye, Yo bir tane de var. bağırsaqlı. Hə, şırdan. Şırdan. Aynı. Aa, şırdanın dönər forması. Şırdanın büyük forması. Evet, kokoreç isə budur. Bunun dadına baxmaq istəmirəm, çünki gedirik midye yeməyə. Uşaqlar, insanların çoxluğuna baxın bir dənə. Oha da, yəni mən bu qədər insanı bir arada görməyə alışmamışam. Balık yeri burası. Balıklar burada biz balık yedik. Aha, bu küçədə mən olmuşam, balıq yemişəm. 3 il bundan qabaq yadında. Balıqçılar küçəsi. Baba bizə de ki, yayda Türkiyədə balıq olmur. İndi niyə balıq var? Yeyirlər də indi aşkım. Yəni təzə balıq olmur demək istəyir yəqin. Bu arada baxın balıqlara uşaqlar. Burada belə satırlar, baxın balıqları. Oha, bunun qarnı şişib. Bilmirəm, mezgin yazıb üstünə, qarnı şişib. Ahtapota bax Rabiyə. Aftapot yox, ahtapot. Əl vurma amma. Karidesdir bu. İçi görsənləri çox şəffafdır. Ama bir şey diyeyim, Çinlilerde ahtapot farklı olur. Niye? Bilmirəm. Ona bax. Kalkan balığıdır. Lapatka balığı. O şey, üstünde ne de topu? Bilmirəm, yəqin səpi büzü. Onun ya, o kırmızıdır. Bilmirəm, o da nədir, onu da bilmirəm. Çox maraqlı, qeyri-adi. Ahtapota baxın, bunun şəklini çəkərəm. Dambuş. Çox qəşəngdir. Uşaqlar, çox maraqlı bir şey tapdıq burada. Buna baxın. Doğal taşlar. Doğal taşlardır. Ametistdən buna baxın, kuaşı. Buna baxın. İçinə baxın onun. Aura, ametist, sitrin. Buna bax, nə maraqlı, balıq qulağına oxşur o. Qabdır da prosta. Çox maraqlıdır. Kristal. Quaşaları təbii daşlardan eləyiblər, baxın. Çox qəşəngdir. Sonra burada maraqlı şeylər var, gəlin baxaq. Burada da doğal taşlar var, baxın. Çoxdur özdə. Bunda məndə olur. Hansından? Götürmək istəyirəm. Səpimə taxmaq istəyirəm. Qəşəngdir bunlar. Çoxlu doğal taşlar var, baxın. Çok sevdim. Çox qəşəngdir o da. Hə. Burada da var. Oha, buna bax, zərinə bax bunun. Göstərim bir dənə. Uşaqlar, buna baxın, par parıldayır. Özel mi? Yıldız taşıdır o. Hə. Ben bunu çok beğendim. Yıldız taşı ne olur? Bunu beğendim. Bu da çox qəşəngdir. Bunlar da çox... Bu sepi yaxşı deyil onun. Ben onu çok beğendim. Başqa nələr var? Uşaqlar, burada da doğal taşlardan üzüklər var. Buna baxın. Hansısa kinoda görmüşəm, mən bunu oxşayan bir dənə üzük. Buna baxın. Doğal taşdan üzüydü. Bunu çıxartır abi, barmağımdan çıxardamıram. Evet. Düşdü yerə. Sonra baxın, burada çox maraqlı par parıldayan seplər var. İncik-cincik işləri burada bayağı qəşəngdir.
Uşaqlar, deməli biz gəldik burada ən məşhur midyeciyə, midye yeməyə. Siz Allah, biz də deyirik orada niyə o qədər adam var, biz keçənmirik. Bu yəni midyenin quyruğuna baxın, xahiş edirəm. Bu qədər adam midyəyə görə gözləyir. Şəhriyə şokdadır da yəni. Belə eləyirəm, midyenin içindən bir qızıl çıxacaq. Evet arkadaşlar, Tanrı yüzüme baktı. Para gitmesin diye arkadaşlar. Yo aşkım, normal midyeciyə gedirik. Ebiyo məşhur midyecidə yeməsəydi olar. Çön getdik. Öyle mi? Hə, gəl, getdik. Onun içinden kızıl çıkarlar dedi ya. Yəqin ki, oradan başlayır ha. Kuyruk oradan başlayır. Düz bura kimi kuyruk var. Nə bilim vallah. Həqiqətən içində nə var o midyenin bilmədim. Gedək. O biri midyecilərə yazdığım gəldi. Bombayla boş idi. Pardon. Uşaqlar, o biri midyecilərə yazdığım gəldi. Məryəm. Ay Allahu Əkbər. Çata bilmirəm də, bax. Bu qədər adam var, bu qədər. Vallahi biz gəzənmirik burada. Öyrəşməmişik. Bilmirik bu qədər adam burada nasıl geziyor. Gedək, gedək. Məryəm bugün mən 4 dəfə ayaqqabımı ayağımdan çıxardım. Əsnad 6 dəfə ayaqqabımı tapdalayıb. Yəni konsert verirlər məndən. Ne yapabiliriz Sən o qədər arkadaşlar? qışqırma, eşidirlər də. Buradan baxay o yaşıl xətt hara gedəcək? Ne yapabiliriz? Eləmə, qışqırma o qədər. Mənim qulağım batdı. Uşaqlar gəldi midyeciyə, baxın. Burada limon, yanında da çoxlu midyələr. Hərəmiz bir dənə sınayacağıq. Baxaq görək dadı necədir. Oyda. Afiyet olsun kardeşim benim. Görək necə düzəldirlər. Kusura bakmıyorsun değil mi? Hemen. Abi. Baxın uşaqlar. Hemen. Belə bölür. Hemen. Gördünüz qaşıq kimi qoyur. Bölür qaşıq kimi qoyur. Üstünə də limon sıxacaq indi baxın. Şunu versene abi. Abi şunu versene. Getdi. İndi bizim sifarişimiz hazırlanır. Baxın. Limonu sıxdı. Şəriər ver mənə, mən baxım birinci. Gözlə, gözlə. Nəyə? Yiyirəm. Belə yiyirlər də. Belə yiyirlər aşkım. Gel abi. Bura qoyuruq. Yo, bura qoyuruq. Gel. Rabi iyrənir uşaqlar. İyrənmə, düyüdür, düyü. Üstündəki nə? Bax dadına. Buyurun efendim, hoş geldiniz. Tatlıdır. Tatlıdır aşkım. Atı yaxşı budadır. Kim yedi dadına baxdı? Mən yemərəm, sən ye. Bunlar baxa bilmədilər dadına. Mən bəyəndim, ha, dadlıdır. Bax sən də. Bax, necədir dadı? Şəhriyarın üz ifadəsi heç hoşuma gitmiyor arkadaşlar. Mən yemirəm amma. Bunlar bəyənmədilər arkadaşlar. Mən görə 10 üzərindən 7 yəni. Durduğum yerdə canım çəkməz. Esnat istiyor, esnat. Əsad istəyir. Bir tane. İstəmirlər. Yine. Mən doydum. Yerim yoxdur mənim. Yo. Ver. Nə göbəyənsən? Yəni dadı pis deyil də. Olsa yeyərəm, olmasa yox. Ne kadar? Mən şey yemədim axı, adı neydi onun? Midye. Hə. Atamı verməmişdim ona. Aşkım, ama əsirləşmə. Telefon bana məni. Cibində. Ayda. Qışqırtı eləyəcək. Hayır, attan burada. Telefonu cibindədir və çöldən görsənir. Düz adamın gözünü deşirdiyi telefonum yoxdur. Qışqırtma eləyəndə biraz fikirləş. Hani türk qəpiyi? Bizə qəpik verdilər. Amma nə qəşəng Sakın arkadaşları yanlı kapıydı. təmizdir özdə. 5 TL'dir. Amma 50 kuruş bildim onu. 5 TL'ymiş. Gedək. Seven kalbim hatır yok mu? Özüylə qürur duydum Məryəm. Duysun da.
Uşaqlar, şimdi Şehriyar Eminizə qışqırtma yapıyoruz. Güya Şehriyar əmimiz bayaqdandan qabaqda gedir gəmiyə çatmaq üçün. Biz itmişik, bizi tapa bilmir. Resko ondan gizlənəcəyik. Hazırsınız gizlənməyə. Qaçırıq gizlənməyə. Özdə vapura da gecikirik. Uşaqlar. Gəlin. Kaç. Gizlənin burada. Uşaqlar, Şəhriyardan gizləndik. Tam küncə gizlənin. Tam küncə. Görək bizim yoxluğumuzu nə vaxt fark edəcək. Görək. Girdi içəri bizsiz. Bizsiz içəri girdi, bizi axtarır. Uşaqlar, bizsiz içəri girdi, bizi axtarır. Vapuru qaçırtdıq. Gəlir, bura gəlir, özüm ölüm. Vapuru qaçırdı. Aşkım, biz sən qışqırtma eləmək istədik, vapur qaçdı. Aşkım. Aşkımız da vapur getdi. Onsuz sata bilməyəcəkdik. Biz istəyirdik sən. Bu eləsən də eləməsən də onsuz getdi. Biz istəyirdik gizlənək, sənə qışqırtma eləyək. Vapur qaçdı, məcbur çıxdıq ortalığa. Zaman baxdım oyuna, elə bil üzün yapışmış oraya. Bilmiyorum, gördün. Mindilər vapura etdilər. Sən qoyub gedərik heç biz. Sizlər nə üzəyirəm mən. Üzüm ölüm. Ata 100 lira. İndi biz neçə saat vapuru? Canım ben bunu veririm sen ben 100 lira. Yok ben 100 TL. 200 TL ver. Yox, mənim böyük qızım. Böyük qızı var, görək nədir böyük qızına. Birinci böyük qızım. Dayan görək böyük qızına nə qədər verir. Gəl, Rabbim səni. Oha! Qıtma. Bizə qışqırtma elədi. Mən də elə bildim pul verir bizə. Tarpanı. Eləmi, keç oyna, keç. Keç oyna. Tarpanı keç. Məryəm, xatı eləmə də keç belə. Səndən xahiş edirəm. Ne dedi hadi oturmaya? Rabbi, tərpanı ol. Tərpanı ol, o tərpanı. Tərpanı, onunla yox. Dava eləməyə, atlanıb düşməyə yer tapdın da sən özünə. Bana da öyle elini atmayacağım değil mi? Bana vurmazsın değil mi bak? Vuracaktılar yani, kaptanı vuracaktılar. Kaptan idi ya. Aha, plan göydə təpi ona. Ben vururum gördüm. Ha. Getdi. Ya başım güzellenir. Aynen gedirem biraz da gedirem. Başım. Başı incələnir Məryəm. Ya yok. Yox. Ya. Benim başım niye gizlenir? Ata mənzərini çək. Mənzərini çək, mənzərini. Ata mənzərini çək. Ona. Aferin baba. Həsi vəziyyət. İyi. Ofeliyanı. Geçti. Hara? Arkadaşlar, geminin motorxanadır. Ofeli yoxdur. Biz səni axtarırıq bayaqdan. Allah'ın olsun. Şort çəkmişəm, baxırsan. Aşçı bir sayılarda genelde Aha Azerbaycan olduğu demədə yoxsa. Zanzana. Oyna. Zanzanadır.
Sizlə belə oynayıram ki, qurban olun gözümdən qırağa getməyəniz, başıma bir iş gələr. Yuxarıya çıxa bilərik. Niyə? Yuxarıya. Yo. Oturmaya yer var. Burada ayaqlanmaq olur. İçəridə də işinə görür. Buraya, əsnat buraya. Ay Allah. Arkadaşlar güzelliğe bakın ya. Bu ne ya? Aman tanrım. Ah, pis sıvırla kıpkırmızı mısın sen? Kızarmışsın pamador gibi. Neden böyle havanı da çoruyorsun? Kıpkırmızı kalmış burada. Ay Allah. Kızarmış olsan da kırmızı olsan da yüreğimizde dağ boyda yerin vardı senin Şehriyar. Yani seni seviyorumdur. Türkiye'de senin adın Şehriyar'dır, Şehriyar. Evet arkadaşlar. Şimdi Şehriyar'a bakıyorsun arkadaşlar, yat da gördüm. Bundan alacağımdır arkadaşlar. Sizde aha, baba yaktaya bakın arkadaşlar. Bu yaktadan alacağımdır. Ah, bismillah. Sürpriz edecektim. Neden eşittin? Sana sürpriz edeceğimdi. Yakta alacağımdır. Yakta alacağımdır. İnşallah. Getireceğimdi sizi. İstanbul'da yakta da getireceğimdi. Evet. Sallanma. Esi ne yapıyor? Evet arkadaşlar. Bayakları esi, balıklar esini gördü, korktu, kaçtılar yani. Dediler böyle adam olur mu yani? Balaca fındık. Bu yana. Ayta. Bu yana. Yere oyna. Ayta. Korkuyorumdur senden. Yetti belanı telefonu attım denize. Yetti bala özün atacaksın denize. Yetti bala. Buraya. Bura apasıdır. Asla. Asla iteceksin. Bak iteceksin. Uşaqlar yol üstü dedi bir dənə Maraş dondurma alaq. Uşaqlar seçirlər. Baxın içinə. Belə kakaolu. Evet. Sen de yiyor musun? Mən istəmirəm, yox. Mən xoşlayıram, istəmirəm ki, uşaqların payından yeməyi sevirəm Aşkım aşkım. ama sen hoşluydun axı. Bir ara ürəyin çəkdi. 4 tane ver. Yox, mən istəmirəm. Ben yiyorum. Niye? Mənzərə qırağında Maraş dondurması alırıq. Dişləməsin dişim donacaq. Yox, dişləmə, donar dişin. Maraş dondurma. İndi minirik maşına, avtobusa gedirik arkadaşlar. Evə. Mənzərəyə baxın. 4 dənə oldu. 5 dənə. Evet arkadaşlar, Türkiye'deyiz arkadaşlar. Türkiye yerlisinde çiğ köfte yemeyip kaydasın. Bu olası bir şey değildir yani. Evet. Uşaqlar bilmədən acı sosu vurdum, ağzım yanır buranın. Evet arkadaşlar. Köfteyiz, Şehriyar emmini soyuyoruzdur. Evet. Ama bu sefer Tahir babanı raskoda salmışlar. Kazıma, yerli Kazıma. Evet, yerli Kazıma'yı raskod ettiler. Dediler Kazıma bizim için çiğ köfte sipariş verir misin? Kazıma gitti. Aldılar geldiler. Bu da Kazıma'ya bakın. Evet, canlı görəsiniz. Kazıma burada. Şimdi bizi döyecek deminden. Evet. Arkadaşlar çiğ köftəni çox bəyəndim. Birincisi bir dənə ovuc boyda. Bu kimin əli olubsa yekə olub əli. Çünki çiğ köftələr iridir, bir də dadı qəşəngdir. Prosta bu sos çox acıymış. Bilmədim. Parmağımı batırdım, belə elədim. Dilim yanır, çox pis yanır. Deməli uşaqlar özü bizim dalımızca deyinə getdi kokoreç sifariş verdi. Kokoreç də bildiniz nədir? Bağırsağın içində bulgur. Şirdən oxşar bir şeydir yəni. Evet. Arkadaşlar maraklıydı ama İndi görək bəyənəcək. böyle bir şey yani arkadaşlar. Baxaq görək dadı necədir.
Biz gecə saat 12-də hələ sokaq ləzzətləri deneyirik. Qurtarmadı video. Səhərə qədər yeyir bunu. Necədir? Yaxşı fikirləş, səmimi cavab ver. Bəyənməyə də bilərsən, icazə verirəm. Bu haqqı sən qoyun iyi gəlir hardansa. Ondan gəlir. Zarafat edirəm. Necədir? 10 üzərindən neçə? 8 alın. Doğrudan? Qaya bunu, qaya bunu. Bəsmə anlattın. Bəyənməməliymiş. Niyə? Aşkım yaxşı da. Yaxşı çiğ köftə, ayran, bəntar. Bir an bu gün yedirəm içinə bir dənə bunu bəyənəmədim. Yoldan dursun. Evet uşaqlar, növbəti gündən hər birinizi, burada pişik var deyəsən. Evet. Hər birinizi salamlayıram. Daha doğrusu sağollaşırıq. İstanbulda dünən vapura mindik. Təzədən bir də qaydanda vapura mindik. Beşiktaş çarşıya getdik. Kokoreç, çiğ köftə, midye, Türkiye'nin McDonald's'ı, lokmacısı, bir sürü şey denedik. Bugün sürpriz bir yere gedirik. Har olduğunu demeyeceğim əsla və qətiyyən. Amma çox daha maraqlı bir yere gedirik. Özüm çox səbirsizlənirəm. Bu videonu burada sonlandırıram. Videomuzu bəyəndinizsə kanalımıza abone olup, like atıp, yorum yazmayı unutmayın. Sağ olaş bir dənə. Bay. Şirindi. Şöyle bu çok şirin Ayşe'yar. Şakın kulağı başka. Beykuş okşuyor. Pişiyi niye beykuş okşattın? Pişi olsun pişiydi de. Bu mənim dişlərdə düşmüş. Aa bu dişleyip sen Livi. Ben kızımın elinden öştü işlemişsen. Yedi ged oyana. Al.